Əziz tələbələr, hörmətli müəllimlər, hər vaxtınız xeyir. Tədbirimizə başlamazdan əvvəl xahiş edərdim telefonlarınızı səssizə alaq. Bilirsiniz ki, bizim bu kollecin aktsalı cürbəcür mövzularda, yəni elmi konferanslardan tutmuş ictimai tədbirlərə qədər hər zaman ev sahibliyi edir. İstər öz tələbələrimizə, müəllimlərimizin hazırladığı tədbirlər olsun, istər də bizim qonaqlarımıza. Bugün də belə tədbirlərdən biridir. İştirakınıza görə öncədən təşəkkürümü bildirirəm. Və tədbirimiz Dayaq Sosial Maarifləndirmə İctimai Birliyi tərəfindən təşkil olunub. Tələbələrimiz və müəllimlərimiz üçün maarifləndirmə məqsədi ilə. Və mövzumuz sosial siyasətdə ictimai təşəbbüslər. İlk öncə istəyirəm tədbirə başlamazdan əvvəl, yəni bütün tədbirlərdə olduğu kimi reglamentə uyğun olaraq Azərbaycan Respublikasının dövlət himni səslənsin. Müasir və müstəqil Azərbaycanın qurucusu Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın bütövlüyü uğrunda canından keçən şəhidlərimizin ruhunu, xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Tədbirimizə başlamazdan əvvəl mən istəyirəm ki, kollecimizin 2 nömrəli Bakı Vazatip Kollecinin rəhbərliyi başda Dilarə xanım, Vəfa xanım olmaqla bütün müəllim və tələbə heyəti adından Dayaq Sosial Maarifləndirmə İctimai Birliyinin sədri və əməkdaşlarına və qonaqlarımıza xoş gəlmisiniz deyək.
sözü ilk olaraq Dayaq Sosial Maarifləndirmə İctimai Birliyinin sədri Hicran xanımı verir. Hörmətli qonaqlar, sizləri salamlayıram. Tədbirimizdə iştirak etdiyiniz üçün sizə öz minnətdarlığımı bildirirəm. İndi də sözü verirəm Gövhər xanıma, bütün buradakı qonaqlarımızı. Salam, hörmətli tədbir iştirakçıları. İlk öncə bu gözəl kollektivə çox sağ olun deyirəm. 2 nömrəli Baza Tibb Kollecinin bütün müəllim və tələbə heyətinə ki, bugün öz qapılarını bizim üzərimizə açıbdır. Bu gözəl tədbiri burada keçirməyə bizə şərait yaradıblar. Hər birinizə təşəkkür edirəm. Və ilk öncə onu qeyd etmək istəyirəm ki, bu tədbir ilk növbədə siz tələbələrin sosial maarifləndirilməsi üçün keçirilən bir tədbirdir. Və vacib olan məsələlər nədən ibarətdir? Bugün bilirsiniz ki, cəmiyyətimizdə çox böyük qlobal problemlər gedir, çox böyük iqtisadi dəyişikliklər var və gələcəkdə iş yerləri tapmaq söhbəti əsas tələbələrdən gedir. Yəni, bu problemləri həll eləmək üçün dövlətin apardığı proqramlardan, siyasi xəttdən hər birinizin xəbərdar olmağınız vacibdir ki, gələcəkdə öz iş karyerlərinizi qurarkən və şəxsi həyatınızı qurarkən bu problemlərin hamısını bugün həllini tapasınız və bugün sizi maraqlandıran suallara cavab tapasınız. Buna görə də bizim burada hörmətli qonaqlarımız var. İlk öncə təbii ki, İcra xanımı bildiniz. Bizim qeyri-hökumət təşkilatının apardığı layihələrin əsas, belə deyək ki, fəal sədrlərindən biridir İcra xanım. Və belə şəxslərin cəmiyyətdə əməkləri çox böyükdür. Əziz tələbələr, əziz müəllim kollektivləri, yəni ictimaiyyət olaraq maarifləndirmək bir növ, yəni bu çox əsas vacib problemlərdən biridir. Vacib məsələlərdən biridir. Və bugün öz dəyərli vaxtını ayırıb, burada Yasamal rayon icra hakimiyyətinin nümayəndələri iştirak edir. Bizim hörmətli qonaqlarımız, deməli, Şıx Səfərli Cavid müəllimdir. Bir də ki, burada Orucov Xərqani müəllimdir. Onlar da öz dəyərli vaxtlarını ayırıblar, iş proseslərindən vaxt tapıblar, o dəyərli vaxtlarını ayırıblar ki, sizi maraqlandıran məsələlər barədə sizi məlumatlandırsınlar. Siz Yasamal rayonunda təhsil alırsınız və bu rayonun təbii ki, üzvləri sayılırsınız. Ona görə də sizi maraqlandıran məsələlər haqqında hər biriniz sual verə bilərsiniz. Yəni, bizim belə deyək ki, bu proqramın əsas məsələsi sosial müdafiə, əsasən dövlətin sosial müdafiə xidmətidir. Sonra təbii ki, burada az təminatlı ailələr, işsizliklər, sonra digər sosial problemlər sizi nə narahat edirsə, bu haqda sualınızı verə bilərsiniz. Gülər xanımı hər biriniz tanıyırsınız, kollektivin üzvüdür. Təbii ki, onu dinləsəniz, sizin üçün də xoş olardı, bizim üçün də. Gülər xanım, buyurun. Əziz tələbələr, deməli, sosial siyasətdə ictimai təşəbbüslərdən söhbət gedir. Biz bilirik ki, dövlət siyasətinin tərkib hissəsidir bu sosial siyasət. Çünki birbaşa əhali ilə, xalqla, insanlarla bağlı olan bir məsələdir. Və biz də əhalinin ən gənc təbəqəsi olaraq, ən aparıcı təbəqəsi olaraq və gələcəyi olaraq tələbələr üçün bu məsələnin önəmini bilərəkdən məhz belə bir maarifləndirmə tədbirlərini düşünürəm ki, təhsil müəssisələrində keçirilməsini üstün sayırıq. Mən istəyirdim ki, bu məsələnin bizə aid olan tərəfindən
tibbə aid olan, tələbələrə aid olan tərəfindən danışım. Təbii ki, yoldaşlar başqa məqamlara da açıqlayacaqlar. Bilirsiniz ki, məsələn, bu sosial siyasətin bizim üçün ən vacib olan və əksəriyyətinizin tanış olduğu, yararlandığı bir qolu var. Məsələn, 2021-ci ildən ölkə prezidenti İlham Əliyevin sərəncamı ilə fəaliyyətə başlayan Təhsil Tələbə Kredit Fondu. Burada yararlananlar var yəqin ki, kim bu fondun yəni xidmətlərindən yararlanır, xahiş edirəm, əlini qaldırsın. Var mı belə tələbə burada? Tələbə kreditinə müraciət edən. Yəni bizim hazırda kollec üzrə 200-ə yaxın tələbəmiz təhsil tələbə kreditinə müraciət edir. Bunun mahiyyəti nədən ibarətdir? Məsələn, bu da bir sosial tədbirdir, ictimai təşəbbüsdür. Bilirik ki, az təminatlı ailə ola bilər və yaxud da öz təhsil haqqına ayrılacaq bir məbləği başqa maraqlara sərf etmək istəyən ailələr ola bilər. Təhsil haqqına görə təhsil almaqdan, ödənişli təhsildən imtina edən tələbələrimiz var. Bütün bunların qarşısını almaq üçün və paralel olaraq bunu elə qurublar ki, deməli, tələbə krediti ancaq yüksək təhsil göstəriciləri olan tələbələrə yaxşı şərtlərlə verilir, orada güzəştlər olunur. Burada bir yolla iki hədəfə doğru biz gedirik. Həm tələbələrin təhsilini davam etdirmək üçün onların sosial sıxıntılarını aradan qaldırırıq, həm də təhsilin keyfiyyətini yüksəltmək məqsədi güdülür burada. Və əksər tələbələrimiz, hansı ki valideynlər çalışmayan və yenə də biz digər həmən o sosial qurumlarla əlaqəli işləyirik. Məsələn, dost xidmətidir, asan xidmətdir. Çünki biz ərizə forması üçün məsələn tələbələri göndəririk asan xidmətə, çox operativ şəkildə, yəni bir saatın içində gedib qayıda bilirlər ki, məsələn ərizəni əldə elədik və yaxud da əgər sosial təminatlı ailədirsə, məsələn sosial müavinət alır və yaxud valideyn çalışmır, işsiz kimi qeydiyyatdadırsa, yenə də dost xidmətindən istifadə edirik. Operativ şəkildə sistematik görülür ki, tələbənin məsələn ailəsində valideynlər çalışmır və onlara sosial kredit ayrılır. Yəni, o qədər bu xidmətlər həyatı asanlaşdırıb ki, bizə elə gələ bilər ki, bunlar sadə şeydir, amma bundan yararlanan insanların sevincini, rahatlığını görəndə, yəni bu bir şey hasıl olanda insana asan gəlir, amma ona gedən yol, onun alqoritmi, bu problemlərin aradan qaldırılması, bir proyektin ərsəyə gəlməsi çox böyük şeydir və mütləq şəkildə ölkə rəhbərliyinin nəzarətindən asılı olan bir şeydir. Yəni, bugün biz sevinməliyik ki, belə bir şeylər, yəni əvvəlki, yenə deyirəm, 2021-ci ildən bu proyekt fəaliyyət göstərir. Qaldı işlə təminat məsələsinə. Düzdür, bunun sosial tərəfləri də var, amma biz bunu, məsələn, bugün bizdə əmək yarmarkası idi, tələbələrin işlə təmin olunması ilə bağlı. Biz bunu hər il ardıcıl şəkildə eləyirik. Yəni, bu da bir maarifləndirmədir. Çünki ola bilər ki, hansısa bir qurumlar xəbəri olmaz ki, belə bir işçi kütləsi bizdə var, gələcəyin işçi kütləsi və yaxud da bizim tələbələr, məzunlar bilməz ki, belə bir işdir, yəni səhiyyədə belə bir qurumlar var. Biz onları bir-biri ilə qovuşdururuq, görüşdürürük. İmkan veririk ki, o şirkətlər öz bannerlərinin reklamları ilə gəlib öz istəklərini bildirsinlər və bizim tələbələr də CV-lərini təqdim edir və bu nə qədər tələbənin asanlıqla işlə təmin olunmasına şərait yaradır. Və elə həmin o tələbə kredit fondunun digər və bu yaxınlarda bir neçə tələbə bizdə bir qrup iştirak elədi, liderlik fəaliyyəti ilə bağlı. Məsələn, onların tədbirləri var idi. 3 günlük, 4 günlük tədbir idi. Tələbələrimiz iştirak elədilər, sertifikatda aldılar. Bu sosial fəaliyyətin digər tərəfləri sizin təhsil almağınızdan tutmuş diplomları əldə eləməyinizə qədər, yəni hamısı o qədər nəzarətdə və sistemləşdirilmiş şəkildədir ki, yəni əvvəlki dövrlərdə məcburi o saxtalıqlar, sənədlərlə üzləşirik biz belə, yəni onlara heç birinə yol verilməsi mümkün deyil. Çünki hər şey sistemləşdirilir. Aldığınız diplom da, aldığınız təhsil də, yəni attest sistemi var, bilirsiniz. Hər biriniz orada qeydiyyatdan keçirsiniz, hər birinizin çox rahat, hansı tələbəni istəsək rahatlıqla
buradan biz məlumatlarını əldə edə bilirik və bu məlumatlar da bitirdikdə məzun kimi ötürülür, yəni tələbə məzun sisteminə və hər bir şey qeydiyyatlı şəkildə həyata keçirilir. Yəni mən düşünürəm ki, bundan da bizi yəni gözəl gələcək gözləyir, daha operativ sistemlər gözləyir. Mən yalnız yəni səhiyyəyə aid olan tərəflərini dedim və indi bizim praktikada olan tələbələrimiz, bazılarını dərs keçən tələbələrimiz gözəl bilir ki, bizim səhiyyəmiz də artıq təbibin yəni sayəsində tam elektronlaşdırılır, hər bir şey nəzarətdədir, yəni asanlaşdırır, bu işi asanlaşdırır əslində. Artıq son zamanlarda o xəstəlik vərəqələrinin verilməsi belə, bilirsiniz ki, elektronlaşdırılmış sistemdədir. Yəni, bütün saxtalıqları aradan qaldırmaq və işi, şərtləri asanlaşdırmaq məqsədi ilə. Yəni, biz deyə bilərik ki, tam biz yəni Avropanın da yəni, öz mədəniyyətimizi, öz ənənələrimizi qorumaqla, amma üstün tərəflərinə inteqrasiya eləmək təbii ki, yaxşı bir şeydir. Ona görə bizi parlaq gələcək gözləyir, gələcəyimizdə sizsiz. Nöqsanlar həmişə var, hər yerdə var, hər ailədə var. Nöqsandan yox, irəliləyişə baxacağıq, uğura baxacağıq və uğuru qazanmaq istəyənlərin tərəfində olacağıq ki, biz Azərbaycanın işıqlı gələcəyə aparaq. Və belə maarifləndirmə tədbirlərinə görə də bir daha Hicran xanım sizə və digər hansı təşkilat ki, bizim tələbələrə vaxtını ayırıb belə tədbirləri təşkil edir, minnətdarlığımızı bildiririk. Təşəkkür ederiz. Çox sağ olun Gülər xanım, çox gözəl, geniş, dolğun məlumat verdiniz və indi isə söz veririk bizim Sosial Maarifləndirmə İctimai Birliyinin, Dayaq Birliyinin sədri Hicran xanıma və çox xahiş eləyərdim sizdən. Əgər çıxışlar gedərkən ola bilsin ki, hər hansı bir məsələyə toxunulur və yerindəcə kimin sualı varsa, əlini qaldırsın, zaldan müraciət eləyə bilər. Yəni, bu tədbir bizim tələbələr, bizim gələcəyimiz olan gənclər sizin üçündür, sizin maarifləndirməniz üçündür və bugün hər hansı bir problemlə üzləşirsinizsə və bugün buradaca, o yerindəcə həll olursa, deməli bu tədbir səmərəlidir və bu tədbir boş yerə sizin vaxtınızı almayıbdır. Xahiş edirəm, kiminsə sualı olsa yerindəcə əldə qaldırsın, çıxış eləyəndən sonra onu biz cavablandıraq. Buyurun, Hicran xanım. Bir də hörmətli qonaqlar, tədbirimdə iştirak edən müəllimlər, sizləri salamlayıram. Sizlərə öz minnətdarlığımı bildirirəm ki, bizim tədbirdə iştirak edirsiniz. Nəzərinizə çatdırmaq istəyərdim ki, Dayaq Sosial Maarifləndirmə İctimai Birliyi olaraq Azərbaycan Respublikasının qeyri-hökumət təşkilatının Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə sosial siyasətdə ictimai təşəbbüslər layihəsini həyata keçirtməkdəyik. Layihə haqqında qısa olaraq biraz məlumat vermək istəyirəm. Layihəmizin əsas məqsədi hökumətin həyata keçirdiyi sosial siyasətin vətəndaşlar arasında təbliği, bu yöndən ictimai rolun artırılmasından ibarətdir. Azərbaycanda həyata keçirilən sosial siyasət ölkə vətəndaşların rifah halının yüksəldilməsi ilə bağlı davamlı dövlət proqramları uğurla icra olunur. Pensiya, müavinət və digər ödənilərlə yanaşı məşğulluq probleminin həlli istiqamətində atılan addımlar, həyata keçirilən özünə məşğulluq proqramları vasitəsilə bir çox vətəndaş şəxsi biznesini quraraq sosial öhdəliyini qarşılayır. Bu proqramlar vasitəsilə vətəndaşlara göstərilən diqqət, eləcə də sosial siyasətin uğurlu icrası bir sıra hallarda anti-Azərbaycan qüvvələri tərəfindən yanlış istiqamətdə cəmiyyətə ötürülür. Bunun nəticəsində sosial siyasətə kölgə salınır. Bütün bunları qarşısını almaq üçün təşkilat olaraq ölkədə həyata keçirilən siyasətin
yerlərdə təbliği, vətəndaşların sosial siyasətdən daha da səmərəli yararlanması üçün maarifləndirmə işinin artırılması yönündə qərar qəbul etdik. Prezident Cənab İlham Əliyevin uğurlu sosial islahatlar proqramlarının əsas hədəfləri vətəndaşların rifah halının yüksəlməsindədir. Bugün ölkədə sosial xidmətlərin innovativ yanaşmalar, müasir texnologiyalar üzərində qurulması, sosial sahədə vətəndaşlara şəffaf və çevik, keyfiyyətli, əl çatan, vətəndaş məmnunluğuna uyğun olan xidmətlər sisteminin qurulması prioritet sahələrdəndir. Bu istiqamətdə DOST konsepsiyasının davamı olaraq sosial xidmətlərin geniş miqyasda elektronlaşdırılması 2019-cu ilin əvvəlində sosial ödənişlərin elektron sistemi üzərində proaktiv təyinatı mexanizmləri həmin il ölkənin sosial reyestri olan Sosial Ast portalı 2020-ci ildə fərdi hesabların qaydada proaktiv şəkildə açılması xidməti 2023-ci ildə əmək və məşğulluq alt sistemi işə salınır. Təcrübə və təşkilata edilən müraciətlər isə onu deməyə əsas verir ki, hələ də vətəndaşlar yaradılan bu imkanlardan səmərəli istifadə edə bilmir. Belə bir layihə həyata yararlanmaq imkanlarına malik deyirlər. Belə bir layihə həyata keçirməklə daha çox vətəndaş sosial xidmətlərdən yararlanacaq ki, bu da ölkədə vətəndaş məmnunluğu ilə yanaşı həyata keçirilən sosial siyasətin daha da dərinləşməsinə gətirib çıxaracaq. Sosial siyasət dövlətin daxili siyasətinin tərkib hissəsi olub. Onun həyata keçirdiyi sosial proqramlarda əhalinin əsas qruplarının əsas götürərək cəmiyyətdə münasibətləri tənzimləməsində təzahür edir. Sosial yönümlü siyasətin nəticəsidir ki, 2003-cü ildən bu vaxtadək əmək haqları təxminən 8 dəfə, pensiyalar isə 10 dəfə çox artır. Yeni iş yerinin açılması, məşğulluq imkanlarının genişlənməsi nəticəsində əhalinin işsizlik göstərisi 5%-ə enib. Son 16 ildə ölkəmizdə 2 milyondan çox yeni iş yerləri yaradılıb. Ötən il Beynəlxalq Təminat Assosiasiyası tərəfindən 20 ölkədən 76 sosial layihəni iştirak etdiyi müsabiqənin nəticəsinə əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ünvanlı dövlət sosial yardımı üzrə elektron sistemi xüsusi mükafata layiq görülməsi də məhz bu sahədə şəffaf elektron sisteminin qurulması nəticəsi idi. Layihə bitdikdən sonra təşkilat öz daxili imkanlarından istifadə edib, layihədə çərçivəsində əldə olunan təcrübədən istifadə edəcək və TV verilişləri saytların kütlə layihə iştirakçıları qazandığı təcrübə ilə digər bu kimi layihələrin reallaşmasında fəal rol oynayacaqlar. Fəaliyyətin icrası nəzərdə tutduğumuz 3 ay müddətindədir. Bakı şəhər Yasamal rayonunda 4 dəfə, Səbail rayonunda isə 1 dəfə, ümumilikdə 5 dəfə vətəndaşlarla görüşlər keçirəcək. Layihənin məqsədi sosial siyasətdə özünə məşğulluqla bağlı qayğıya ehtiyacı olan insanlara sosial xidmətin göstərilməsindən ictimai rolun artırılmasından ibarətdir. Belə bir layihə həyata keçirməklə sosial yardım ehtiyacı olan insanlara dəstək göstərmək, sosial ehtiyacı olan insanlara diqqəti daha da artırılacaq. Bakı şəhərində belə bir layihənin həyata keçirilməsi hökumətin həyata keçirdiyi sosial siyasətdə ictimai rolu artıracaq. Təşkilat bu istiqamətdə edilən müraciətlər aidiyyatı qurumlara göndəriləcək.
fikirlərdə və sosial şəbəkədə həyata keçirilən təbliğat vasitəsilə problemin aktuallığı gündəmə gətiriləcək ki, bu da sosial problemlərin həllində öz müsbət təsirini göstərmiş olacaq. Təşkilat belə bir layihə həyata keçirməklə problemin aktuallığına diqqət artacaq və layihə dövründə bu istiqamətdə sosial siyasətin sahəsində gənclərin sosial sahədə proqramlardan yararlanacaqlar ki, bu da ölkədə vətəndaş məmnunluğu ilə yanaşı həyata keçirilən sosial siyasətin daha da dərinləşməsinə gətirib çıxaracaq. Layihənin əsas məqsədi sosial sahədə xidmət çərçivəsində hökumətin gördüyü işləri təbliğ etmək və gənclər arasında sosial xidmət mədəniyyətinin genişləndirilməsini təmin etməkdən ibarətdir. Hörmətli vətəndaşlar, istərdim ki, çəkinmədən sizin hüquqi yardıma, sosial nə problemləriniz varsa, burada əyləşən ekspertimiz Cövhər xanıma müraciət edib suallarınızı cavablandıracaq. İndi də sözü mən verirəm Yasamal rayon İcra Hakimiyyətinin Cavid müəllimə, iştirakçısı Cavid müəllimə. Söz verdiğiniz için çok sağ olun. İlk öncəsi Yasamal rayon İcra Hakimiyyətinin kollektivi və rəhbərliyi adından salamlamaq istərdim. Çox vaxtınızı almaq niyyətində deyiləm, çünki artıq məndən öncə çıxış edən çıxışlarımız bir çox mühüm məsələlərin üstündə duraraq ətraflı məlumat verdilər. Bu cür tədbirlərin təbii ki, həyata keçirilməsi çox müsbət yönümlüdür və bugünkü tədbirimizin də əsas məqsədi belə tədbirləri vətəndaşlar arasında təbliğ etmək və bu yöndə ictimai rolun artırılmasından ibarətdir. Bildiyiniz kimi, Cənab Prezidentimiz İlham Əliyev tərəfindən bir çox dövlət proqramları qəbul olunur və bu dövlət proqramlarının əsas məqsədi vətəndaşlarımızın rifah halının yüksəldilməsi ilə bağlıdır və bu siyasət Prezidentimiz Cənab İlham Əliyev tərəfindən hal-hazırda da uğurla davam etdirilir. Və inanıram ki, bundan sonra da bu cür tədbirlərdə tez-tez qarşılaşacaq və bu tədbirlər davamlı xarakterli olacaq. Diqqətinizə görə təşəkkür ederim. İndi də sözü veririk layihənin eksperti Cövhər xanıma. Sağ olun İcra xanım, təşəkkür edirəm sizə. Və diqqətinizə çatdırmaq istəyirəm ki, sakini olduğunuz, təhsil aldığınız bu Yasamal rayonu bizim bir çox görkəmli təhsil ocaqlarımıza ev sahibliyi edir. Yasamal rayonunda bilirsiniz ki, İnşaat və Memarlıq Universiteti, Bakı Dövlət Universiteti, Texniki Universitet və bir çox kolleclərə ev sahibliyi edir. Belə bir böyük rayonun sakini olmaq, burada təhsil almaq özü də bir şərəfdir. Və bugün dövlətin apardığı əsas xətt siyasətinin əsas hissəsinin biri də gənclərimizin təhsil almasıdır. Və dövlətin sosial siyasətinin bir hissəsidir təhsil siyasəti. Və nə qədər ölkədə savadlı gənclər olarsa, o dövlətin potensialı, iqtisadiyyatı daha güclü olacaqdır. Və bu il biz əsasən Cənab Prezident bu ili Konstitusiya və suverenlik ili elan edibdir. Və vətəndaş olaraq hər birimiz öz hüquqlarımızı və azadlıqlarımızı bilməliyik. Siz gənclər bugün cəmiyyətin təminatlı bir hissəsisiniz. Yəni, dövlət sizə xüsusi qayğı göstərir. Dövlətin əsas sosial siyasətinin bir hissəsidir, təhsil hissəsi. Və bugün dövlətimiz çalışır ki, gənclər təhsil alsınlar
və bu təhsil əsasən pulsuz xarakter daşıyır. Yəni, ümumi və orta təhsil almaq bilirsiniz ki, dövlətimizdə pulsuzdur. Yerdə qalan seçim isə artıq orta təhsil bazasından sonra hər bir tələbənindir və bütün təhsil müəssisələrində dövlət təminatlı təhsil sistemi var. Yəni, topladığı balına görə, savadına görə hər bir gəncimiz pulsuz təhsil ala bilər. Bu, sizlər üçün yaradılmış ən gözəl, belə deyək ki, imkanlardan biridir. Və dövlətin siyasəti, yəni sosial siyasəti, iqtisadi siyasətlə bilavasitə bağlıdır. Və dövlət siyasəti yönəldilibdir əhalinin, xalqın aşağı təbəqələrini qorunma altına almaq. Bilirsiniz ki, bazar iqtisadiyyatı bu dövrdə iqtisadi inflyasiyalar çox geniş vüsət alıbdır. Əhalinin az təminatlı hissəsini qorumaq üçün dövlət bir çox sosial xidmətlər yerinə yetirir. O cümlədən də, yəni ki, belə deyək ki, bir neçə hissəsi var. Əhalinin yaş qrupuna görə pensiyaların verilməsi, əlilliyə görə pensiyaların verilməsi, daha sonra sağlamlıqla bağlı problemlər olarsa, bunlarla bağlı pensiyaların verilməsidir. Bu da təbii ki, yəni dövlətimizin əhalisinə, xalqına qarşı apardığı qayğıların bir hissəsidir. Və Dövlət Məşğulluq Agentliyi var. Bayaqları Gülər xanım öz çıxışında qeyd elədi və hər il ölkəmizdə əmək yarmarkaları keçirilir. Keçən cari ildə təxminən 81 əmək yarmarkası keçirilmişdir və bu əmək yarmarkası haqqında Dövlət Məşğulluq Agentliyində onların müxtəlif saytlarında söhbət görür, mətbuatdan gedir, məlumatlar əldə etmək olur və yaxud da ki, həmin agentliyin təmsil elədiyi regionlarda yaxınlaşıb oradan da məlumatlar əldə edə bilərsiniz. Və gələcəyin tip işçiləri kimi təbii ki, belə deyək ki, siz də bu əmək yarmarkalarında iştirak edəcəksiniz və ümidvaram ki, sizin sıralarınızda gələcəkdə Azərbaycan xalqının sağlamlığı keşiyində dayanan bizim gözəl tip bacılarımız, tip işçilərimiz dayanırlar və burada əməyi olan mənim kollegalarıma, bu hörmətli xanımlara minnətdarlığımı bildirirəm. Və gənclərə tövsiyəm odur ki, siz öz gələcək potensialınızı, siz öz gələcək karyeranızı qurmaq üçün bugün əlinizdə olan bütün vasitələrdən istifadə edin. Və dövrümüz elm-texnika dövrüdür və ən böyük qlobal problemlərdən biri də bugün işsizliklə bağlı olan problemlərdir. Mən başları toxundum 81 yarmarkanı keçirilməsi bu balaca bir rəqəm deyil. Bu təxminən 15 milyon çox iş yeri deməkdir. Və birbaşa əhalinin az təminatlı hissəsinə yönəldilmişdir. Və bilirsiniz ki, işsiz olan əhali də dövlətdən müəyyən müavinətlər alır. Sonra sərbəst şəkildə kimsə öz biznesi qurmaq üçün həmin dövlət agentlikləri tərəfindən əsas belə deyək ki, diqqət qayğı yönəldilibdir bizim şəhid ailələrimiz, onların probleminin həll olunmasına, onlar üçün çox böyük geniş imkanlar yaradıbdır. Müəyyən kreditlərin verilməsi, bayaqları Gülər xanım da tələbə kreditinə toxundu və bu tələbə krediti də sizin üçün böyük bir imkandır, əziz tələbələr. Siz ondan gələcəkdə öz işinizi qurmaq üçün, bugün sosial həyatınızı təmin eləmək üçün səmərəli şəkildə istifadə edə bilərsiniz. Və bizim ən ümüdə məsələlərdən biri də bugün azad edilmiş, işğaldan azad edilmiş torpaqlarımızın geri qaytarılmasıdır ki, hansı ki orada artıq böyük quruculuq işləri gedir və dünənləri biz çox böyük bir əlamətlər günü qeyd elədik, Respublika gününü qeyd elədik və Qoca Şərqdə ilk demokratik dövlət olan 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cumhuriyyətinin 107 illiyini qeyd elədik, hansı ki bizim dövlət, Azərbaycan dövləti onun varisidir və 1991-ci ildə Azərbaycan yenidən öz suverenliyini təsdiq elədi və 1918-ci il Azərbaycan Xalq Cumhuriyyətinin dövlət atributlarını yenidən biz qəbul etdik və bir daha yüksələn bayraq bir daha enməz fikrinin nə qədər doğru olduğunu gördük, təsdiq elədik və bu bayram münasibəti ilə də hər birinizi təbrik edirəm və sözüm onadır ki, əziz gənclər, sizin qarşınızda çox böyük üfüqlər açılıbdır. Baxmayaraq ki, Azərbaycan
dövləti, Azərbaycan Respublikası ərazisinə görə qalacaq bir dövlətdir, dövlətlər içərisində. Lakin bugün dünyaya inteqrasiya eləmək, inkişafla ayaqlaşmaq, dünyada olan qlobal problemlərin həllində iştirak eləmək və əhalinin stabil sabitliyini qorumaq, əhalinin rifahı üçün çox böyük planlar və proqramlar həyata keçirilir və mən sözü gəlmişkən yenə Qarabağ məsələsinə qayıdıram və çox istərdim ki, burada zalda əyləşən hər bir tələbə gələcəkdə öz həyatını orada qurmağı, öz iş yerini orada qurmağı düşünsün. Bugün orada çox böyük işlər gedir və yaxın günlərdə Laçın rayonunda da əmək yarmarkası keçirilmişdir və azad olunan torpaqların yenidən dirçəlməsi bu bizim Ali Baş Komandanın şüarlarından biridir ki, biz o torpaqları yenidən dirçəldəcəyik. Təbii ki, dövlətimizin dəstəyi, rəhbərliyin gücü və xalqın qüdrəti ilə o proseslər orada baş verməlidir. Sözünüzü eşidirəm, suallarınız varsa buyurun. Sizi narahat edən cəmiyyətdə olan problemlər haqqında eşidirəm. Bəlkə kiminsə sualı var, yoxdursa deməli bizim fikrimiz aydındır və çıxış üçün yenidən bu tədbir əslində əziz tələbələrimiz, sizlər üçündür, əziz gənclər. Yəni, sizin sosial maarifləndirməniz üçündür. 2019-cu ildən artıq elektron sistemə keçmişik. Ödənişlərin hər biri, yenə də bayaqları bizim Gülər xanım, sizin hörmətli müəlliminiz, o məsələlərə toxundu, asan xidmətlərdir, sonra dost pay sistemləridir, hər bir şeyin elektron üzərindən artıq süni intellekt vasitəsilə həyata keçirilməsi böyük bir inkişafdır. Lakin bir şey də bilmək lazımdır ki, artıq yəni işsizlik problemi böyük problemlərdən biridir və hər bir kəs özünü kamil vətəndaş kimi və müasir dövrün, günün tələbinə cavab verən bir şəxs kimi yetişdirməlidir və hər tərəfli olmalıdır. İstər tibb sahəsi olsun, istər qeyri sahələr olsun, bugün rəqabət çoxdur. Yəni, ən yaxşının yaxşıları seçilir iş yerləri üçün. Kimin sualı varsa, buyursun. Cavablandırmağa hazırım. Buyurun, eşitirəm sizi. Hayvanınız xeyirli olsun. Əziyyət çəkib bura gəldiyinizə, bizi maarifləndirdiyinizə görə təşəkkürümü bildirirəm. Sizdə Dayaq Sosial Maarifləndirmə İşləri Birliyi qeyri-hökumət təşkilatı bu maarifləndirmə işlərini hansı yönlərdə apardığınızı qeyd etdiniz, amma maarifləndirməni hansı yollarla həyata keçirdiyinizə vurğulamadınız. Buna bağlı olacaq bu sualım. Məsələn, bu kimi tədbirlər sosial mediada paylaşımlar, amma hansı istiqamətdə maarifləndirmə daha məqsədə uyğun və daha çox kütləyə çatmağa kömək ola bilər? Çox sağ olun, təşəkkür edirəm. Qızım çox gözəl yerində olan bir sualdır və sualın özünün cavabı da elə bax gördüyünüz bu tədbirin içərisindədir. Bəli, bugün sosial media üzərindən çox işlər görülür və artıq yəni deyək ki, anında hər hansı bir yerdə, hər hansı bir xəbər varsa biz onu dərhal yerindəcə əgər sosial medianı izləyiriksə, oradan biz məlumatlandırırıq. Lakin bu qeyri-hökumət təşkilatlarının maarifləndirmə işinin əsas prinsipi yerindəcə yerlərdə, sosial təbəqələrdə, siz özünüz də bir cəmiyyətsiniz. Yəni, bax, bu cəmiyyətlərlə görüşməklə məlumatlandırır. Əsas məsələ insani təmasdır. Yəni, üzbəüz aparılan diskussiyalar. Bax, belə tədbirlərdir. Düz biz bu tədbiri hazırlayıb media üzərindən də yerləşdirə bilərik, məqsədimiz nədir, fikirlərimiz nədir, cəmiyyətə necə dəstək olmaq istəyirik. Bunu indi biri oxuya bilir, yerdə qalanı oxuya bilmir və gələcəkdə planlaşdırırıq ki, biz bu cür tədbirləri təhsil məsələləri ilə yanaşı əhalinin ən aşağı təbəqələri olan digər cəmiyyətlərdə də yerinə yetirək. Eləcə də bölgələrimizdə, ucqar məsələn rayonlarımızda bugün ən böyük problemlərimizdən biri də əhalinin o təmərküzləşmə prosesidir. Yəni əhalinin demografiya prosesidir ki, yəni bugün şəhər həddən artıq yüklənibdir. Bu da nədən irəli gəlir? Yəni hamı rahat yaşamaq istəyir. Hər kəs istəyir ki, şəhərdə yaşasın, daha komfortlu olsun, əziyyət çəkmədən və bir də ki, iş yerlərinin artıq dövlətin bir xətt siyasəti də bölgələrdə, regionlarda iş yerlərinin açılmasıdır. Mən Qarabağ məsələsinə, Qarabağ torpağına elə belə toxunmadım. Bugün orada doğrudan da mən özüm sonuncu dəfə bu yaxınlarda orada səfərdə oldum və çox böyük işlər gedir. Bugün
kommunikasiya işləri, ondan sonrasında əhalinin orada məskunlaşması üçün, sosial problemlərinin həll olunması üçün elektrik xətlərinin çəkilməsi, kanalizasiya sisteminin qurulması və yaxın və s. Yəni məişət problemləri həll olunur, evlər tikilir, ağıllı kəndlər salınır və hissə-hissə bizim əhali ora köçürülür. Bu yaxınlardakı tədbirlərdən biri də Zəngilan rayonundakı Ağalı kəndində orada məşğulluqla bağlı, əhalinin məşğulluğu ilə bağlı belə bir məsələ var idi. Yəni belə bir yöndə tədbir keçirildi. Əsas məsələ bölgələrdə nəyə inkişaf elətdirmək olar? Kənd təsərrüfat sahəsini daha yaxşı inkişaf elətdirmək olar. Və bilirsiniz ki, 11 iqlimdən biri 9-u Azərbaycandadır və bizim ölkəmizin təbii sərvətləri ilə bərabər Allah bizə bunu da lütf eləyibdir. Və burada kənd təsərrüfatının inkişaf elətdirilməsi üçün çox böyük perspektivlər var. Və Sovet dönəminə toxunum ki, vaxtı ilə Azərbaycan 15 respublika içərisində ən çox belə deyək ki, üzüm istehsalıdır, texniki bitkilərdir, digər kənd təsərrüfat sahəsidir. Bütün bunların hamısında ən yaxından və fəal surətdə sənayesi ilə bərabər kənd təsərrüfatı ilə də inkişaf edibdir. Və bugün o sahəyə çox böyük əhəmiyyət var və sualınızın cavabı əsas odur ki, biz insani təmasla, yəni bu cür tədbirlər keçirməklə sosial media üzərində və o cümlədən də belə tədbirlərimizlə istəyirik ki, əhalimizi maarifləndirək. Çox sağ olun. Söz verək Gülər xanıma buyursun. Ev sahibliyi çox sağ olsun, təşəkkür edirik. Əslində bizim qızımızın sualını biraz mən başa düşdüm, o nə istəyir? Bizdə, yəni bəlkə də yeganə müəssisələrdəndir ki, bütün ictimai qurumlar, yəni bütün müəssisələrdə olduğu kimi yerli, yəni hər müəssisənin öz ərazi partiya təşkilatı, yəni Yeni Azərbaycan Partiyasıdır, sonra Həmkarlar Təşkilatıdır və Tələbə Həmkarlar Təşkilatı və Tələbə Gənclər Təşkilatı. Bu 4 qurum o qədər bir-biri ilə sıx şəkildə əməkdaşlıq edir ki, ona görə də istər rayon, istər respublika səviyyəsində istənilən bir tədbirlərimiz möhtəşəm şəkildə keçirilir və hamı buna şahiddir. Yəni, təmsil edə bilirik öz kollecimizi və həmişə adımızı yüksəklərdə saxlaya bilirik. Əziz tələbələr, qeyd eləmək istəyirəm ki, bəlkə bilmirsiniz, amma Hican xanım özü bizim kollecin məzunu olub və Hican xanım dəfələrlə bizim kollecdə olub, müxtəlif məsələlərlə, müxtəlif istiqamətdəki, məsələn, narkomaniya aid, ya sosial yardıma aid, bax bu səfkidə tədbirlərdə bizim tələbələrimizi maarifləndirmə işi ilə gəlib bizim qonağımız kimi bura. Amma mənim indi bir təklifim var. Əgər belədirsə ki, Hican xanım bizə tez-tez gəlir və bizim tələbələrdə maraqlıdır bu maarifləndirmə işində, mən bizim o Tələbə Gənclər Təşkilatına, Tələbə Həmkarlar Təşkilatına, Tələbə Gənclər Təşkilatının sədri buradadır, Həmkarlar Təşkilatına da istəyirəm, tövsiyə edəm ki, mən də sizə həmişə olduğu kimi dəstək, mən yəni Ərazi Partiya Təşkilatının sədriyəm həm də kollecdə, mən də dəstək olacağım. Zəminə xanım, hamımız birlikdə biz tələbələrimiz arasında bir inşallah gələn tədris ilində bir sosial sorğu aparaq. Görək ən çox onları maraqlandıran problem nədirsə, biz o istiqamətdə bu kimi maarifləndirmə tədbirimizi eləyək ki, tələbələr də maraqlı olsun. Onlar artıq həm sualları ilə hazır olacaq, həm də bizim çıxışlarımız onlar üçün maraqlı olacaq. İnşallah belə proyektlərlə sizi gözləyirik. Gülər xanım, çox sağ olun, çox gözəl təklif verdiniz və mən özüm də təhsil işçisiyəm və o belə bir təklif üçün yəqin ki, mən də dəstəkləyirəm və mən də təmsil edədiyim təhsil müəssisəsində bəlkə qarşılıqlı oldu. Mən İnşaat Kollecində çalışıram. Bəlkə iki kollecin tələbələri ilə bir yerdə bir sosial sorğumuz olsun. Biz bunu eləmişik. Biz Yasamal rayon təhsil müəssisələri, istər ali məktəb, istər orta ixtisas. Biz rəqs müsabiqəsi təşkil eləmişik. Yəni, bizdən olub təşəbbüs. Şeir müsabiqəsi eləmişik. Mahnı müsabiqəsi eləmişik. Hamı ev sahibi eləmişik.
obyektiv şəkildə bura çağırmışıq müsiflər heyətini də, yəni ictimai xadimlər də. Yəni, bu olub mədəniyyət sahəsində, yəni birliyi, gənclərin birliyini yaratmaq üçün hər sahədə, hər yöndə. Bunu da eləsək, çox yaxşı olar. Gülər xanım, əslində o gözəl bir şeydir. Yəni, bugün təhsil sahəsində ən böyük problemlərdən biri də tələbələrin asudə vaxt məsələsidir. Yəni, dövrümüz, cəmiyyətimiz elə bir həddə gəlib çatıb ki, bu bayaqları mən sosial medianı, sosial informasiyanı qeyd elədim. Lakin bəzi negativ hallar olur. Yəni ki, onlar yaxşılığa xidmət eləsə də, bəzi negativ hallar var burada. Sosial şəbəkələrdə nələrinsə yayılması, paylaşması, gənclərin bəli, harasa yönləndirilməsi məsələləri və bugün ən böyük problemlərdən biri gənclərin səmərəli şəkildə asudə vaxtlarının doldurulması problemidir. Yəni, adını çəkdiyimiz o tədbirlər istər mədəniyyət sahəsində, yəni insanı yönləndirmək üçün birinci növbədə onu maarifləndirmək lazımdır. Və ikinci növbədə isə onun asudə vaxtını, yəni onun öz istəyinə uyğun olaraq səmərəli şəkildə doldurmaq lazımdır. Təbii ki, burada təhsil alan tələbələr tibb yönümündədir. Lakin bunların içərisində elələri ola bilər ki, onların məsələn çox gözəl diksiyası var, şeir deyə bilər, aktyorluq bacarığı deyə bilər, hər hansı bir musiqi alətində ifa eləyə bilərlər və yaxud və s. Yəni, bütün bunların hamısı cəmiyyətdə vətəndaş olaraq normal şəkildə insanın özünü formalaşdırması deməkdir, insanın özünə dəyər verməsi deməkdir. Və təhsil verən kimi bizim də əsas borcumuzdan biri onları aşılamaqdır, üzə çıxartmaqdır və onların asudə vaxtının doldurulması deməkdir. Və tez-tez mən də tələbələri ekskursiya aparıram, demək olar ki, sonra bizim kollecdə də müəyyən bilik yarışmaları keçirilir və təbii ki, bunu sosiallaşdırsaq, bir çərçivədən çıxıb genişləndirsək, daha gözəl olar. İnşallah bu il tədris ilinin sonudur, hər birinizə müvəffəqiyyət arzu edirəm, zehin açıqlığı olsun, çox gözəl şəkildə semestri yola verəsiniz və növbəti təhsil ilində, növbəti semestrdə inşallah görüşərik və çox sağ olun ki, belə bir təklif elədiniz və mənim də fikrimdən keçirdi ki, yəni bu görüşün bir səmərəli bir hissəsi də o olsun ki, tələbələr arasında əlaqə yaratmaq, kolleclər arasında əlaqə yaratmaq və onların sosial müdafiəsi ilə bərabər həmin o asudə vaxt problemlərini də biz həll edək. İdman yarışlarına cəlb eləmək, müəyyən bilik yarışmalarına cəlb eləmək, olimpiyadalar keçirmək çox gözəl ideyadır, çox gözəl. Təşəkkür edirəm sizə. Və vaxtınızı çox almaq istəmirik, sizə müddətidir və dərslər sonradır. Çəkdirəm problemdir və suallarınız yoxdursa, hər birinizə öz adınızdan, hər birinizə təşəkkür edirəm. Siz bizim gələcəyimizsiniz. Siz bu dövlətin insan resurslarısınız və gələcəkdə yaxşı vətəndaş olmanızı arzu edirəm. Mən çox sağ olun, diqqətinizə görə var olun.